Herkese salam. Musiqi nəzəriyyəsindən dərslərimizə davam edirik. Bugünkü dərsimiz olacaq 7 pilləli diatonik ladlar, yəni qədim ladlar. Qədim ladlar nədir? Adından da göründüyü kimi çox-çox qədimdirlər, tarixi ladlardır bunlar. Major və minor ladlardan bunlar majordan da, minordan da illər, əsrlər öncə yaranmışdır. Yəni majordan və minordan qədimdir. Bunlara kilsə ladları da deyirlər, çünki kilsə musiqisində üstünlük təşkil edir. Bu ladlar major və minorun yaranmasına qədər indi musiqi əsərlərində, ifalarda bu ladlardan istifadə olunurdu. Yəni əvvəllər bu ladlarından çox istifadə olunurdu, ancaq artıq bu ladları biz sadəcə nəzəriyyədə, demək olar ki, nəzəriyyədə öyrənirik. Bu ladlarımız 7 dənədir bizim. İonik lad, dorik lad, frigik lad, hipofrigik lad, lidik lad, eolik və miksolidik lad olaraq qruplaşdırırıq biz bunları. Ancaq biz belə deyirik ki, major boyalı və minor boyalı ladlar nə deməkdir bu? İndi deyirik axı bu majordan, minordan əvvəl yaranıb. Yəni major boyalı deyəndə majorla müqayisəsinə baxırıq, majorun ton tərkibinə, majora daha çox bənzəyənlər hansılardır? Major boyalı ladlar ionik, miksolidik və lidik ladlardır. Minor boyalılar eolik, dorik, frigik və hipofrigik ladlardır. Biz gəlin sizinlə başlayaq. Natural major qammasının hər bir pilləsi qamma şəklində ardıcıl düzülmüş səs sırası bu ladları əmələ gətirir. Yəni hər bir pilləsindən ardıcıl düzülür qammada bu səs sırası əmələ gətirir, deməli qədim ladları. İndi başlayaq ionik laddan bir-bir izah edək. İonik laddır. İonik lad major qammasının birinci pilləsindən digər birinci pilləyə qədər düzülmüş səs sırasının ardıcıllığından əmələ gəlir. Və bu nəyə bənzəyir? Natural major qamması var. Baxın, eyni ilə onu kimidir. Yəni görürsüz də, C-dur, yəni do major qamması natural halda. Görürsünüzmü? Aşağıda da ionik lad, yəni bənzədiblər. Demək olar ki, eynidir də, yəni səs sırası eynidir. İkinci ladımız adlanır dorik lad. Dorik lad nədir? Major qammasının deməli ikinci pilləsindən digər ikinci pilləsinə qədər olan səslərin ardıcıllığından yaranır. Ancaq burada bir əmə var, yəni fərq var ki, 6-cı pilləsi bemol olur da, elə bil ki, bəmləşir. 6-cı pilləsi yarım ton artırılmış natural minor qam var idi. Bax, onu kimidir. Gördüyünüz kimi bənzətməsi var. Frigik ladda. Frigik lad major qammasının 3-cü pilləsindən digər 3-cü pilləsinə qədər düzülmüş səslərin ardıcıllığından əmələ gəlir. Yəni gördüyünüz kimi ionik oldu, dorik oldu, frigik. İonikdə birincidən digər birinci pilləyə, dorikdə ikincidən digər ikinci pilləyə, frigikdə üçüncüdən digər üçüncü pilləyə. Yəni qısaca belə yadda bir dənə adlarının sırasını öyrənsə, zaten pillə iş məsələsi asandır. Sadəcə burada ola bilir ki, zilləşmə və bəmləşmə olsun. Ancaq zilləşmə, bəmləşmə deyə bilmərik də biz buna. Çünki baxın, siz görürsünüzmü? Bax, E-mol yazılıb burada. Qammamızdır bizim. Diyez işarəsi var da, gördüyünüz kimi, düzdür. Bu deməli fa notudur, diyezdir, fa diyez. Bax, fa diyez ona bənzədib. Bu nədir? Bax, frigik ladda 3-cü pillədən digər 3-cü pilləyə qədər düzülmüş səslərin ardıcıllığından əmələ gəlir, düzdür. Ancaq ikinci pilləsi yarım ton əksildirilmiş natural minor şəklindədir. O şəkli diyez var ha. Bax, orada verilib emolda. Frigik ladda heç bir işarə yoxdur. Buna görə də bekar da ola bilməz. İstər keçən dəfə nə keçmişdik biz? Pentatonika ladı yoxdur. Bekar yoxdur. Çünki bekar yaranması üçün bekar açan yaranıb. Diyez və bemol. Bekarın işarəsi, işi nədir, vəzifəsi? Diyez və bemolu ləğv edir. Diyez və bemol yox idi. Nəyi ləğv edəcək bekar? Heç nəyi. Diyez və bemol yaranandan sonra, major minor yaranandan sonra yaranıb bunlar. Yəni ki, aid edə bilmərik. Yəni frigik ladda gördüyünüz kimi də sadəcə ikinci pilləsi yarım ton əksildirilmiş natural minor şəklindədir. Lidik ladda bu dəfə deməli 4-cü pillədən digər 4-cü pilləyə qədər major qammasında bu səslərin ardıcıl düzülüşündən əmələ gəlir.
Bu dəfə isə 4-cü pillə yarım ton artırılmış natural, deməli major şəklindədir. Bizim digər ladımız miksolidik laddır. Miksolidik lad major qammasının deməli 5-ci pilləsindən digər 5-ci pilləsinə qədər düzülmüş səslərin ardıcıl düzülüşündən deməli yaranır pillələrin. Bu dəfə 7-ci pilləsi yarım ton əksildirilmiş natural major şəklindədir. Eolik lad. Eolik lad nədir bəs? Bu dəfə də major qammasının 6-cı pilləsindən digər 6-cı pilləsinə qədər düzülmüş səslərin ardıcıllığından yaranır. Bu, adicə bildiyimiz sadə minor qammasının şəklindədir. Hipoferikik lad, digər adı ilə lokrik lad adlanır. Yəni, görsəz hardasa lokrik lad, yəni bilin ki, hipoferikik laddır. Digər adı lokrik laddır. Səhv eləmirəmsə, bu qədim Yunanda, ya Yunanıstanda yaranıb. Lokrik də bir ya əyalət, ya da bir şəhər adı olmalı idi. Yəni, orada yaranıb ona görə. Yəni, belə eşitmişdim. Bu da major qammasının 7-ci pilləsindən digər 7-ci pilləsinə qədər olan səslərin ardıcıl düzülüşündən yaranır. Ancaq bu ladda deməli 2 dənə pillə, yəni 2-ci və 5-ci pilləsi yarım ton əksildirilmiş natural minor şəklində olur. Bizim bugünkü dərsimiz bu qədər və son əlavələrimizi də eləyək. Bir dənə onu deyim ki, sizə bir daha deyim, yadınızda qalsın. Major boyalı ladlar ionik, miksolidik və lidik lad, minor boyalı ladlar eolik, dorik, frikik və hipoferikik laddır. Deməli, bu ladlar ilk yaranarkən qərb musiqisində əsas yeri tuturdu. Dediyim kimi, kilsə musiqisi məhz qərbdə olmuşdu da, şərqdə kilsə olmamışdı axı əvvəllər. Və sonradan artıq rus musiqisində, rus klassik musiqisində, mahnılarda, xalq mahnılarında təsadüf olunan bir laddır bu ladlar. Yəni, bu ladlara rus musiqisində əsasən təsadüf olunur. Dərsimiz bu qədər. Ümid edirəm bəyəndiniz, başa düşdünüz dərsi. Gələn dərsimizdə də yenə də ladlar bölməsindəyik. 2 artırılmış sekundal lad və artırılmış və əksildirilmiş ladlarla tanış olacağıq. Hələlik bu qədər. Sağ olun.